Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Deməli, Çempionlar Liqasında həftənin ikinci və üçüncü günü keçirilən oyunlarla birlikdə qarşınızdayım. Əvvəlcə təbii ki, ikinci günlə bağlı danışacağıq. Sonra isə keçəcək üçüncü günə. Hamıya bol şans, uğurlar. Çox tərs, belə mənasız bir dönəmdən keçirik. Bunun, nə bilim, ən azından Bundesligada nə baş verdiyini görürsünüz və s. və ilaxır. Bunları qoyduq bir kənara, futboldan danışacağıq, metrikalardan danışacağıq, əmsallardan heç nə çıxmır və zaten axır vaxtlar aldığım mesajlar hamısı onun üzərində qurulub ki, abi, metrikalar əmsallardan 1000 dəfə yaxşıdır, futboldan danışanda daha effektiv olur. Mən razıyam bununla, amma məsələn, əmsallar da yabana atma olmaz. Müəyyən testlər eləyirəm, mütəmadi olaraq 1-2 aydır bəzi şeylərin dalınca düşmüşəm. Məsələn, dünən onun təkli olaraq Telegramda, Telegramın linki aşağıdadır. Yeri gəlmişkən saytımızın da linki aşağıdadır və VIP qrupunun da nömrəsi aşağıdadır. Məsələn, dünən əmsallarla ən ideal çıxan nə idi? Espanyol Girona oyununun 1-1 və ya 2-2 hesabı ilə başa çatması. Təkli olaraq Telegrama qoymuşdum. Dəyərləndirən olubsa, əla, gəldi. Getdik dostlar, sürətli şəkildə başlayıram Barsa Benfica oyunu ilə. Bilmirəm, Barsanın Benfica ilə oyununu nəyə görə qabağa salıblar? Ona görə ki, Barcelona'nın belə deyək də, bu məlum hadisədən sonra klubun həkimi Carles dünyasını dəyişdi. Osasuna ilə oyun öncəsi və oyun təxirə salındı. Barsa daha çox istirahət eləyib ona görədirmi? Yəni adətən biz erkən seans oyunlarından qorxuruq da, çəkinirik. Ona görə buna işarə eləməyə çalışıram. Burada 1-2 metrika var, onun üzərindən getməyə çalışacağım. Son 9 ev oyunundan 7-sində deyirlər ki, qardaş, buna fikir verin, Barcelona'nın oyunlarında son 9 ev oyunundan 7-sində ilk 30 dəqiqədə, hətta daha tez, ən azı bir gol vurulub. Birinci bir hissədə o hərəkətlənməni, zaten biz Barcelona oyununda bunu tez-tez görürük, nəzərinizdə olsun. Birinci hissədə 1.500, əmsal nə qədərdir? 1.77 idi mən baxanda, buraya yazanda. Bu nəzərinizdə olsun. Sonra, Atletico Madrid oyunu öncəsi, biraz belə deyək də, beynimizdə bir puzzle yığaq, empati quraq. Atletico Madrid ilə vacib oyun öncəsi Barcelona burada nə oynayar? Bundan danışaq. İkinci bir metrika da var. Metrika deyəndə ki, məsələn, bir maraqlı bir statistika var ki, top 5 liga komandaları arasında, ənənəvi top 5 liga komandaları arasında Barcelona yeganə klubdur ki, 2025-də uduzmayıb. 13 qələbə, 3 heç-heçə. Bir də bunların keçirdiyi Estadio Olimpico Lloyd Company, yəqin ki, adını düz dedim, nəsə, Luis Company üzr istəyirəm. Onlarda 2 dənə L olanda Y oxunur, Luis Company deyirlər. Deməli, stadionunda düşərli bir stadion olub, düzdür, Nou Camp katalonlar üçün məbəddir, amma bu stadionda 5 qələbəsi var və 2 heç-heçəsi var. Və özü ortalama olaraq bu meydanda 3.43 gol vurur oyun başına. Kuvarsi yoxdur. Birinci oyunda 20 neçənci dəqiqə idi. Pau Kuvarsi çox sərt bir hərəkətlə qırmızı kart aldı birbaşa. Birbaşa qırmızı kart o deməkdir ki, bu ancaq bir oyunla canını qutara bilməyəcək. Bu Katalon müdafiəçi. Amma Gavi qayıdır. Gavi nə qədər önəmli oyuncudur, siz məndən də yaxşı bilirsiniz bunu. Gəlin burada 2 ssenari üzərindən gedək və bir ortaq görək bunların ikisi eyni qapıya açılır yoxsa yox. Barsa erkən gol vurub məşq moduna keçərmi? Amma Barsanın məşqləri necə olur? Məsələn, Sociedadla da məşq elə 4 dənəsini vurdu. Sociedad kimi komandaya həmin bu Louis Company stadionunda. Atletico Madridin oyununa işarə edirəm də, onu nəzərdə tuturam. 2. Barsa erkən gol yesə, məsələn, atıram, Kərəm Aktürkoğlu ilk 25 dəqiqələrdə vurmağı da xoşlayır. Və açığı bir şey deyim sizə, bir Barcelona azarkeşlikliyini qoyuran bir qıraq, bir futbol sevər olaraq, Barcelona'nın ilk qolu buraxması, bu proqnoz falan deyir, mən beynimdə sadəcə nəyi görmək istəyirəm oyunda, onu demək istəyirəm sizə. Barcelona'nın buraxması mənə çox sərf eləyir bir futbol sevər olaraq. Bilirsiniz niyə? Onda oyun artıq mən o Barsanı sevirəm. O raket moduna keçir, SpaceX moduna keçir. O başqa bir səviyyədə artıq. Yoxsa belə, yəni Barsa burada hesabın üstünə yatarmı? Bir dənə burada əmma var, erkən seansdır. Barsa burada hesab üstünə yatan, yəni yatmaq
onun genetikasına zidd olan bir şeydir. Bir də ki, burada Benfica bir ümidlə gəlir. Vurub bəlkə qapana bildik. Bəlkə ikincini vura bildik. 1-0 sürüşkən hesabdır da, ümid var burada artıq. Belə. Bir dənə də beynimi nə qurdalayır? Burada əsas məqamlardan biri. Barsa son 8 oyunun 6-sında qol buraxmayıb ha. Bu çox önəmli məqamdır. Belə. Bir də Şesninin içindən bir canavar çıxdı ya. Keçən oyunda 6 yoxsa 8 save eləyib. İnanılmazdır. Amma bir də Benfica, əslində biz bilirik ki, Benfica harada gördük 1-5 üstünə qələbəsində bu Portuqaliya zadda oynayanlar var. Onlar da təsdiqləyər ki, əslində Benfica inanılmaz çox qaçırdır momentləri. Amma bugün birin vursa, Barsanın özünün geniş kuponunda 3 topundan istifadə eləmək olar. Belə canlıdan birinci hissə 1-5 üstü gözləyəcəyik. Bir də bu Ramazan aylarında Lamine Yamal inanılmaz formadadır. Yəni mən ən azından Sociedadla oyunda gördüm. Yəqin ki, o fintləri görmüsünüz də. Gerard Martin necə pas çıxartdı. Yerdə süründürdü Baranetçiyanı. Belə, Bayer Leverkusen, Bavariya. Burada ümid yoxdur əslində. Bayaq dediyim məsələnin davamı olaraq. Amma burada bir şey var. Bayer Leverkusenin Werderlə oyunda cüzi rotasiya və eksperimentlərindən sonra Xabi Alonso başa düşdü ki, yox, vəziyyət başqa istiqamətdə gedir. Virti saldı oyuna və Virt 5 dəqiqə sonra, yoxsa 7 dəqiqə sonra çox pis yerdə qıvrılırdı acıdan. Özü ovuşdurmağa çalışdı ayağını, gördü alınmır. O sprey də kömək eləmədi. Yəni çox ciddi zədə alıb. Mən elə başa düşdüm ki, oxuduqlarımdan ən azı 1-2 həftə olmayacaq. Yəni bugünkü oyunda Virts kimi bir oyuncu yoxdur. Bu bir, analizimizin başında dayanan bir şeydir. 2, sən Bavariyadan orada 3 top yemirsən əzəli rəqibindən. 3, 2 oyunda gol vurmursan, düzdürmü? Bir də belə bir metrika çıxardıblar önə ki, bu dediklərimin əslində davamı olaraq məntiqlidir. Bu oyun gözəl bir gol-gol oyunudur. Nəyə görə? Çünki Bavariyanın Çempionlar Liqasındakı son 12 səfər oyununda 11-də, 12-sindən 11-də səfərdə qapısını toxunulmaz saxlaya bilməyib. Biz Bayer Leverkusen'də bildiyimiz kimi Virts oynamayacaq, çox ciddi zədə aldı. Ən az 2-3 həftə yaşıl meydanlardan uzaq olacaq. Amma eyni zamanda Neuer'də yoxdur Bavariyada. Məncə bu gözəl bir prinsipial rəqiblərin qarşılıqlı qollarla heç-heçə razılaşdığı bir oyun olmalıdır. Belə, yəni bu oyun haqqında başqa bir şey deyəcək bir söz yoxdur əslində. Inter Feyenoord oyunu isə metrikalar alta işarə eləyir. Mən Interə güvənmirəm nə. Bu Çempionlar Liqasında qol buraxmayan komandadır. Bir dənə cəmi qol buraxıb. Eyni zamanda Monza ilə çıxır, 3-2 oynayır, 2-dən 1 eləyir. Bilməm, yəni prinsipcə orada bitmiş bir oyundur. Toxunmayacam bu oyuna, heç sevmədim, xoşum gəlmədi nəsə. Belə, keçirəm növbəti günə dostlar. Burada bir xatırlatmaları eləyək ki, əliniz like-a uzansa, əziyyətimizin ən azından bir qarşılığını görərik. Lille-Dortmund oyununu erkən seansa salıblar. Mən burada canlıdan tövsiyə edəcəm. İnşallah biraz gec olar, 25-30 civarında. Bir qol gələr, Jonathan David vurar, məsələn deyirəm, atıram. Yəni, time'da bir qolu ortalığa atıb gözləyə bilərsiniz. Hal-hazırda onun əmsalı yoxdur. 1.20-dən cüzi yuxarıdır. Etopazda 1.30 civarındadır. Belə, yəni mən time'da burada bir qol gözləyirəm. Canlıdan dəyərləndirə bilərsiniz bunu. İnşallah, yəni Lille vurar və qapanar, Dortmund arrivederci. Yəni Lille orada maksimum nəticəni əldə elədi əslində. Yəni Dortmund, yəni bilmirəm, bu komandanın əzəmətini hansı növbəti Jürgen Klopp peyda olub bərpa eləməlidir. Aston Villa Brügge. Bu oyunda da mən Brüggeni neçə oyunda sizə izah edirəm. Gələr, gəlməz bilmirəm, amma mən burada bu oyunun düzünədir bilirsiniz. Amma yenə də o manipulativ əmsal açılıb ev sahibinə ki, orada o da maksimum proqramı yerinə yetirib 3-1-in avantajı ilə gəlir bu oyuna. Aston Villa'nın axır dönəmlərdə bilirsiniz ki, mən bəyənirəm, amma Aston Villa bizə bəzən elə zərbələr vurur ki, məsələ belə əmsallar açılan oyunlarda Celtic-lə oynayacaqdı, yəqin ki 2-2 qutarmışdı. Ona görə də üzr istəyirəm. Mən burada Çempionlar Liqasında bütün səfər oyunlarında bu mövsüm qol vuran, hətta Atalanta 3-ünü vuran Brüggedən bir top gözləyəcəm. Geniş kupona qoyaram, gözləyərəm. Gələr, gəlməz artıq bizim işimiz deyil o. O bilirsiniz kimin işidir. Deyirsiniz ki, niyə bəs qol-qola getmirsən? Aston Villa'nın titul sponsorunun adını oxuyun, onda daşlar yerinə oturacaq. Bilmirəm, yəni mən
belə oyunlarda Aston Villa güvənmirəm. Hə, oyunun düzü nədir? Ən azı 2-1, 2-0, 3-0 və belə. Çünki Aston Villa'nın hücum kreativliyindən axır vaxtlar çox danışıram, çox bəyənirəm, yaxşıdır. Həqiqətən də futbol oynamağa başlayıblar. Amma orada 3-1 olub baxı, biraz adam ehtiyatla davranmağa çalışır. Atletico Madrid, Real Madrid. Burada da soruşa bilərsiniz ki, aha, yəqin deyəcək ki, Atletico'da biraz Barça ilə oyuna gücün qoruyacaq. Deyərdim bəlkə də, amma rəqib Realdır. Bunu publika, Metropolitano bunu bağışlamaz. Və orada da əslində Atletico burada bir ümidlə meydana çıxacaq ki, 2-1, burada birin vurub qapana bilərikmi? Bu sən qapanmaq istəyəndə məncə burada, yəni metrikalar bizə deyir ki, bu komandaların arasındakı son 10 oyun qol-qol olub. Başqa dəyişiklik fikirləşmirlər bu oyun haqqında. Olarmı? Geniş kupona qoyaq, gözləyək. Məncə də gözəl bir qol-qol oyunudur bu. Çünki o yoxlama çəkdiyi dönəmdə Atletico Madrid evində necə öndə oynamağa çalışacaq. Burada qapanmayacaq ki, 2-1-in revanşına gəlir. O qolu axtaranda Real Madriddən bir sürətli əks hücumdan qol görə bilər qapısında. Bu oyun qol-qol olmasa, məncə açığı biraz təəssüflənərik həqiqətən də. Belə dostlar, demək istədiyim bunlar idi. Uğurlar, Allaha əmanət olun. Hamıya bol şans. Siz bu videonu izlədiyiniz vaxtda da mən gedim, növbəti günə artıq hazırlaşacağam. Uğurlar dostlar.